Salam dostlar, bugün sizə bizim parklarda çatmayan ağaclar barəsində danışacağım. Bilirsiniz ki, bizim parklarda daha çox belə dekorativ ağaclar, kollar və qazonlardır. Meyvə ağacları azdır, əkmirlər. Əksər küçələrdə, parklarda rast gəldiyiniz meyvə ağacları Sovet dövründə olan ağaclardır. Ondan sonraki dövrdə demək olar ki, küçələrdə meyvə ağaclarına az rast gəlinir. Bəs nə etmək olar? Evdə yediyiniz meyvələri götürürsünüz, çəktəklərini yığırsınız onları. Sonra o çəktəklərini qurudursunuz. Bax bu halda, quru halda onları yığırsınız bir qaba. Gətirirsiniz belə parklı ərazilərdə onları torpağa bastırırsınız. Ancaq qazon hissədə bastırmırsınız, çünki orada onları biçirlər və o ağaclar yetişməyəcək. Bu qabaqda gördüyünüz kolluq kimi hissələrdə, xüsusən bol su alan hissələrdə, suvarılan hissələrdə onları əkirsiniz. Düzdür, meyvəsi cır ola bilər, ümumiyyətlə meyvə verməyə bilər, amma bir neçə mövsümdən sonra baxarsınız ki, parklarımızda artıq meyvə ağacları da var. Ona görə mütləq evdə yediyiniz meyvələrin çəktəklərini yığırsınız, onları qurudursunuz. Bax, belə parklarda, kolluqlarda, suvarılan kolluqlarda, nəmli yerlərdə onları əkirsiniz. Uğurlar sizə.